Bir dəqiqədə Anna Karenina. Anna Peterburqdan Moskvaya gəldiyi gün qatar vağzalında gənc və cazibədar zabit Vronski ilə qarşılaşır və bu təsadüf onların həyatını dəyişən ehtiraslı bir sevginin başlanğıcı olur. Anna ailəli olmasına baxmayaraq Vronskiyə qarşı duyduğu hisslərə hakim ola bilmir. Ərinə hörmət etməsinə, oğlu Seryojanı sevməsinə baxmayaraq ürəyin hökmünü dinləyir və Vronski ilə münasibəti cəmiyyət daxilində böyük qalmaqal yaradır. Cəmiyyət Annanı sərt şəkildə mühakimə edir. Hər yerdə onun təcrid və təzyiq gözləyir. Vronski isə karyerasını və sosial nüfuzunu risk atır. Amma bu münasibət zamanla hər ikisinin üzərinə psixoloji yük gətirir. Anna həyatında yeganə dayaq olaraq gördüyü Vronskinin də soyuqlaşdığını düşünməyə başlayır və qısqanclıq, ümidsizlik arasında sıxılır. Romanın paralelində Levin və Kitty xətti göstərilir. Levin öz daxili mənəvi axtarışları, insanlıq və xoşbəxtlik haqqında düşüncələri ilə romanın ən sakit, lakin dərin qatını yaradır. Kitty əvvəlcə Vronskini sevsə də, Levinlə evlənərək ailə saadətinin nəyə əsaslandığını tapır. Anna isə bütün yollar bağlanmış kimi hiss edir və qaranlıq düşüncələrinin təsiri altında qatarın altına atılaraq həyatına son verir. Vronski bu faciədən sonra öz işinə geri qayıdır. Levin isə həyatın mənasını ailəsində və dəyərlərini taparaq sakit daxili harmoniya qazanır. Anna qatarın altına atıldığı an dünya sanki bir anlıq nəfəsini tutdu. Bir qadın yox oldu. Amma onun sındırılmış ürəyin hayqırtısı hər zaman qaldı.